Amin. Ha. Buyurun. Hadi. Allah rahmet eylesin. Bir şey görürsün. Öyle sakal gidiyor. Allah şunlar ne dersin? Ve o Çin'in dediği kimi ben de bu söz diyorum ki bir de gelip sütmem bütün şehirleri yad edeyim. Allah rahmet eylesin. Allah rahmet eylesin. Ben biz de şey diyeyim ki bak bizim bu kardeşimiz bütün tedbirlerde hemşe kabada olur. Evet. Ona göre hala Zöhrab'ın fatirəsindən başqa özünün belə deyək ki, yapış işlərinə görə hamımızın burada iştirak eləməyimiz bizim borcumuzdur. Mən deməzəm sağında solunda onu demirəm, şəhidimizin kimdir. Ancaq bütün məclisləri bu 5 ildə həmişə bax bu iş aparır. Və onun haqqı niyə görə çoxdur? Əvvəla burada bir neçə yoldaş var, veteranda o da müharibədə iştirak edib, 1-ci Qarabağ müharibəsi ilə. Və bu müharibədə yadınıza gəlir ki, bizim Vahidin başını vurulmuşdu. Uşaqlara üç daşıyırdılar. Bak bu komandir idi. Bizim kardeşimiz idi. Vahid idi. Müharibənin ilk günlərindən bunlar da uşaqların yanında olurlar. Və ona görə kimin nəyə haqqı çatır, bax o işi o görməyəm. Ona görə də mən kardeş ne diyeyim sen? Bizim elə bir tədbir Liboy vaxtı bizim ürəyimizdə uşaqlar. Anın günü, ne bileyim dəfin günü, ne günü yok. Bizim kürəyimizin belə deyək ki, dalımızın divarı gedir. Və ona görə də ömrümüz nə qədər varsa bu uşaqları bizi yandıracaq. Ancaq bir də şeylərlə mən fəxr edirəm ki, bizim uşaqlarımız vətənin azadlığının uğrunda. Avariya eləməyiblər, nə bilim ki, iş görməyiblər, hamı öləcək. Ancaq bunların belə şəhidliyi tarixdə duracaq ki, belə qəhrəman oğlanlar olur. Mən Tufan, biz de şey diyeyim ki seninle ben bir defa hərbi hissəyə girmişdik. Həmin nömrəli hərbi hissəyə. Orada o zabitlərdən birini seçib bizə yaxınlaşdı. Doğrudan da Zöhrab haqqında qürurla danışdılar. Zöhrab Şamaxını lazımız da təmsil edib. Yaxşı oğlan. Onsuz da bizim şəhidlərimiz hamısı iki kimi vuruşublar. Onlar bilirdilər ki bu yolda qanun var, qan var. Ancaq igidliklə vuruşdular. Şamaxının 44 günlük müharibədən 43 şəhidindən biri bizim Zöhrab'dır. Zöhrab BMK bölüğündə, takımında xidmət edib və Oharyan Sadının alınmasında bizim silahlı birləşmələrin tərkibində motatıcı hissələrinin tərkibində oluşur. Və igidliyi mən şəxsən iştirakçısı olduğum o tədbirdə zabitlərin dediyinə görə doğrudan da şəhid Allah verdi Zöhrab Sübhanoğlu öz igidliyinə fəqədir. Ben belə deyək ki, bütün şəhid ataları mənim qardaşlarım. Ay filan kəsə söz ver, ay filan kəsə söz ver, bu artıq söhbətlərdir. Kim istəyir, məsələn deyək ki, özü öz fikrini deyəcək. İndi sən Zöhrab haqqında mən lazım deyirəm, qəhrəmanlıq olsa Allah bilir ki, qəhrəmandır. Ancaq öz fikirləri deyir görün bu. Uşaqlığında da eşitmişəm, çox güclü uşaq olub, çox vətənpərvər uşaq olub. Öz xatirələrini xahiş edirəm. Sen bizden daha yaxşı bilirsən, değil mi? İkinci, sağ olun ki, şəhətlərimiz borcumuz Zöhrab'ın çox xatirələri var. Şəhətlər Piyaqonunun sessiz ziyarət edirdi. Qarabağdan qarşı şəhətlərə kimi qədər torpalar verdiriyoruz. Ben Qarabağ alacağım, uzun qalıb orada işləyəcəm. Sizə işləmək istəyirdim, bu əməkməz. Xatirələr çoxdur. Yəni, müharibə başlamamışdan yerdə ben şəhid olsam denəyər. Çünki biz müharibə yox edir. Səs görmür. 2019 müharibə olmuş. Bu yerin qəhrəman oğlanların da vətən sevən biri idi. Yəni onun xatirələrini danışırıq.
Dəyərli məktəbdə müəllimlər düşürürsə, dərs tədbirlərə gedəndə müəllimləri bu haqda danışmaq olursa, yəni çox idmançı uşaq idi. Vətənə lazım olanlardan biri. Yəni belə olanlar getdi öz əziz verdi. Ümumiyyətlə orada döyüşənlərin hamısı qəhrəmandır. Çünki bu topun tüfəngin altında şəhid olan, qazi olan veteranlarımızın hamısı qəhrəmandır. Bu qəhrəmanlığın döyüş yoldaşları bilər, amma həyat boyu iş üzər olub, qoşulmanların işləyib və 5 manat görətini qazanıb gətirbildi. Hamı birinci şəhid valideynlər hamısı kasıbdır. Valla böyürdə bazarda 5 manat xərcləndi. Nəsə pis deyəndə xərcləndi, deyir şəhətə 20 manat xərcləndi, 20 manat xərcləndi. Yəni həmişə evi fikirləşirdi. Şəhid olanlar da hamısı elə ailə sevərən, vətən sevərən qüvvətlər olur. Allah yerini cənnət eləsin. Dinay qardaşım, danışdığımdan da bildir ki, Allahın seçilmiş olur. Bütün şəhidlər, bütün şəhidlər, bax, şəkillərinə də baxırsan, xatirələri də danışanda görürsən ki, bu adamlar Allah elə yaradıb ki, öz cənnətində bu şəhidlərin yeri var. Ona görə də bizim danışmalarımız artırdı ki, Allahın öz seçdiyi cənnətli insanlardır və Allah şəhidlərə rəhmət versin. İndi qardaşlar, bir danışalım. Evet, danışalım. Sizden benim sen öyle danıştın ki vallahi da bize hiç danışmağa sözde koymasın kala. Yani bizim ne olacak? Allah onlar seçilmiş bendelerdir. Allah onların mekanın cennet, mekamını uca eylesin. Onlar bizim qeyrətimizi, namusumuzu özümüze qaytaran igidlərdir. Həmin o igidlərdən biri də Zöhrab balamızdır. Allah bunun yerin cennet eləsin. İnşallah ki cennettir. Allah sizə səbir bilsin Sübhan qardaş. Bu bayaq bir söz işlətdim. Allah'a and olsun. Bak, yəni ki ola bilsin ki o vaxtı belə adi bir söz kimi görünərdi. Deyirsən ki müəllimləri bir neçə sürədə özümüz də şahid olmuşuq. Şəhadətin də bir sinif rəhbəri var. Demək Gülnar müəllimədir. Bir neçə dəfə elə belə bir söz işlətdi ki Allah haqqı dedi Hamid qardaş, evdə də dedi, hazırlaşıram. Natiq mənim də oradaydı tərbiyyə. Evdə dedi, elə bir ki, məşq edirəm ki, bu səfər şəhadət haqqında sinif rəhbəri olmuşam da, yəni danışacağam. Gələm oraya çıxan kimi dedi, ağlamaq tutur, heç nə deyə bilmirəm. O sözlər ki, deyir, yadıma düşür. Bax, həmin o siz bayaq deyirdi, o, məsəl ki, belə bir şeylərdən, onda elə müharibə yox idi, var idi, elə utamadi getmirdi da. Deyirdi ki, müəllim, mən gedəcəm müharibəyə, şəhid olacaq. İndi deyir, o sözlər yadıma düşür. Deyirəm ki, yəni ağlamaq tutur, deyir, yəni danışa bilmirəm, deyir. İndi Allah cümləsinə rəhmət eləsin. Onlar həqiqətən də seçilmiş bəndələri idi, seçilmiş balalarımız idi. Allah valideynlərə də səbir versin. Allah hal-hazırda bu soğuk havada orduzu qoruyan ordumuzu qorusun. Allah bayrağımızı daima ucalarda dalgalandırsın. Allah hər birinizə ömür versin, səbir versin, qalan balalarınızın xeyrini dönətdir inşallah. Allah Zöhrab balamıza da qəni-qəni rəhmət versin. Amin. Qardaşlar, bu günləri Zöhrab balamızın dəfn olundu bu gündür. Allah yerin cənnət eləsin, məqamını uca eləsin. Bunlar vətən torpaqlarının bütövlüyü naminə canlarını fəda ediblər. Bu millətin bax bugünkü günündən ötürü bayraq üçün, millət üçün, torpaq üçün, vətən üçün, yəni hər şey üçün öz canlarını fəda edirlər. Ən azından bizim alnımızda olan ləkəni sildirirlər. Nəinki biz bu ölkədə yaşayırıq, biz onu dərk eləmirik. Dərk eləmək belədir ki, hamımız bir-birimizlə təmas yoxdur. Özü kənarda yaşayan Azərbaycanlılar, soydaşlarımız o bizdən qat-qat yaxşı. Çünki o şərəfsiz millətlə, o dövlətin nümayəndələri ilə onlar başlarını təmasladırlar. Yəni bu 30 illik işğal dövründə indi onu müqayisə eləyəndə mən özüm də üzr istəyirəm, kənarda təhsil almışam, Ukraynada təhsil almışam. Biz oxuyan dövrdə də onda da görürdün ki, erməni görəndə adam istər-istəməz söyləyirdin, özü cərcəmləyirdin ki, birdən dava düşər eləyərdi. Və kənarda yaşayan adamlar onu təsdiq eləyə bilərlər. Yəni bunlar bütün soydaşlarımızın, dünya Azərbaycanlılarının başını uca elədi. Bizim bu torpaqlarımız 30 illik işğala son qoymaqları bütün nəinki dövlətimizin, kənarda yaşayan soydaşlarımızın da başını uca elədilər. Ona görə də Allah onların yerlərini bir daha cənnət eləsin. Zöhrabın timsalında cəmi şəhidlərimizin məqamını uca eləsin.
O ki qaldı bağlar müəllim bir şey qeyd elədi. Dedi ki, Subhan elə belə özü də birinci Qarabağda savaşıb, döyüşüb, döyüşçü olub. Özü biz hazırda bu balalara görə bax bu adamlar bunlara görə tanınmışıq, bir-birimizi tanımışıq. Ona görə də mən sizdən xahiş edirəm ki, indi burada qadın yoxdur. Biz bir-birimizi qoruyaq. Nə qədər ki bu həyat bizə var, bu balalar ki bizi yaşadacaqlar. Bir-birimizi, birliyimizi əlimizdən almasın. Qardaşlığımızı bir-birimizdən almayaq. Çünki dünya malı belədir ki, ola bilsin ki, kimsə onun böyük alidəçisi olmağa yer yoxdur. Çünki bizim belə qəhrəman balalarımız var. Allah onların bir daha yerin cənnət eləsin. Dövlətçiliyimiz var olsun ki, bunlar işğala son qoydular. Bu həmişə belə vətən səmasında üç rəngli bayrağımız enməz olsun. Həmişə zirvələrdə dalğalansın. Dövlətçiliyimiz var olsun. Bizim də birliyimiz, bərabərliyimiz var olsun ki, qardaşlığımız əskici olmasın. Çox sağ olun, çox var olun. Ben xahiş edirəm, bu günləri danışmayanlar da danışsın. Bir kəlmə bax da. Hə də ağzı açılsın, danışsın. Zakir danışsın. Gələn dəfə də danışacaq. Bizim danışacaq. ağsaqqalımız. Hə, hamısını, hamımız fikrinizi bildirin. Fikri bildi, gələn dəfə söz veriləcək, narahat Allah, olma. arkadaş, sabırlı gözünü vermiş. Allah onun yerini cennet Bu Zöhrət balamız haqqında çox söz danışmaq olar. Hər biri qəhrəman. Bunun haqqında da mən çox sözlər Allah yerin cənnət eləsin, cəm şəhidlərimiz. Zöhrət balamızın timsalında Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Biz qəhrəman atıyıq, qəhrəman analardır. Hər biri qəhrəman atıyıq, qəhrəman danıyıq. Bunlar bizim işğal olunmuş torpağı çox belə şücaət göstərmiş, ondan tərbiyə olunmuş, yəni vətəni sevən uşaqlar olur. Zöhrət balamız bəli, çox evin bir tək oğludur. Mən də oğlum yanı bir tək oğlu. Çox oğul həyatı çox tək, çox böyle Allah dilimlə gəlmir deməyə, çox ağır. Oğul içki çox ağır. Biz deyirik ki, yəni təsəlli tapırıq. Allah məkanı uca eləsin hər bir şəhidi balamızın. Onsuzlar cənnətdədir. Biz 100 dəfə də desək də, nə qarşılıqda bunlar tarixi yazı getdi. Boğuluca Sübhan qardaşıma, boğuluca səbir dinləyirəm. Aniyə də boğuluca səbir dinləyirəm. O gün olsun, şadlıq qismət eləsin qardaş da qapıya. Biz də hamımız orada çıxış eləyək. Hər birimiz qəhrəman atı yox, qəhrəman da anı yox. Burada da gəlib qonaqlar istər qıraq yerdən, yaxın yerdən gələnlər də Allah kömək olsun ki, bizləri tək qoymursunuz. Hamımızı Allah canı salamat eləsin. İndən belə də şadlıq qismət olsun qapımızda bizim də. Bunlar qəhrəman baladır. Bunların başına dönün. Mən Allaha and olsun deyirəm, üzr istəyirəm, indi sizdə məndən böyüksüz yaşda. Mən bura ziyarətgah eləyirəm, ondan sonra gedirəm Şama. Çox sağ Bunların başına dönün. İstər kənd qəbirstanlığında olsun. Ya istər Elə 92-də də olsun. olmalıdır. Hər şey səndən başlayır, məndən başlayır. Yəni bir övrə bizdən başlayır. Çünki bu seçilmişlərin valideyni. Hamımızın, balamızın da Allaha şükür başımızı uca eləyib. Biz qəhrəman atıyıq, yenə təkrar edirəm, üzr istəyirəm. Qəhrəman analar da var. Hər birinizi salamlayıram, xoş gəlmisiniz. Çox sağ olun. Yoldaşlar, vətən bizdə də demək vətən uğrunda öz canlarını qurban verən igidlərimizi dövlətimizlə, vətənimizlə qiymətləndirir. Ha, indi şəkildə üstündə yoxdur, bir dənə vətən uğrunda medalı var. Vətən uğrunda canların qurbanı verdiklərinə görə vətən uğrunda medalı verilir. Hə, vətənə xidmətə 3-cü dərəcəni ordindən belə deyək ki, cavram qiymətləndirilir. Bax, görürsəmsə vətəndir. Ona görə vətənimiz öz şəhidlərini unutmur. Vətənimiz nə qədər, mənim bir dənə arzum budur ki, Azərbaycan müstəqilliyi daim olsun. Amin. O Azərbaycanın bayrağı həmişə olsun. Mən qorxum odur ki, o bayraq enən günü bizim şəhidlərimiz yox olur. Doğrudur. Ona görə də biz dua eləməliyik ki, bayrağımız daim olsun. Mən bunu söyləyəcəm. Özün bilirsən ki, şəhər haqda danışmaq biraz çətindir. Çünki o qadını görürsənsə, onun haqqında danışmaq çox çətindir. Onların yaşamaq həvəsi, onların vətən həvəsi görür. Vallahi onun sonra danışmaq
Başkasına bilmirəm, nə çatmır. Nə deyim valla? Allah onların hamısını yerin cənnət eləsin. Allah görün yolundan doldursun qardaş. Allah sizə də bolluca səbir versin. Allah o qalan balalarından sizə xeyir versin. Amin. Amin. Ama baba ne şunsa öyle diyende biraz böyle Ay, şey çıkıyor kadı vallahi, alır. baş Sen başa oğlun deyirəm qəhrəmandır. sənə. Sen Qəhrəmandır, oğlun qəhrəmandır. Ancaq onların sən qalib. oğlumuzdaki Başva dönüm. O 30 kucağında illik o biz görüb. deyirdi. Kucağında o sen 3000 kanın illiyle içinde kendisi o can verende görende o vallahi onlardan Yox, o danışmaq gözünün olmur. şahidliyinə Billahi görə danışmaq deyir olmur. də. Deyir ki, yəni o gəlir O gözünün kucağındaki qabağına o adam danış yaşamak şey eləyə istiyor. bilir. O sen görende vallahi Yoldaşı danışabilir. itirdiyinə görə o deyir ki, yəni çatmır da belə o istər-istəməz həmin hissi keçirdir. Vay. Gəlin də Tövfik buyurun şey Zakir. Arkadaşlar bir diyor. Evet. Şəhərlər haqqında istənilən qədər danışmaq olar. Şəhərlər 44 günlük vətən müharibəsində öz sözlərini deyir. Şəhərlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Allah onların hamısının ruhunu şad etsin. Ruha görəsə möhkəm səbr. Allah ruhlarını şad etsin. Sağ olun. İcazə verin mən də bir şəhərlə deyim. Sübhan qardaş, mən buraya 92-ci ildə mən bura gəlib gedirəm. Mənim qardaşım 92-də şəhid oldu. Ondan bəri mən bura gedib gəlirəm. Bunlar hamısı qəhrəmandır. Onların qəhrəmandır, düzdür. Başı calıqdır, hədətdir, bir şəhərdən alıb rötaj olur. Söz danışmalıydı. Adam sözlə tapır. Ancaq ki, bir açıqda yaxşı söz dedi. Ata-anaya fikirləşəndə o cəhətdən ağırdır da başım. O heç o gecəni sabaha vuruşuş eləyir. Qalib gəldi. Bayrağımızı ucaldı. Hər şey gözəldir. Bundan ağır, mən bir şey, yoxdur da ola da bilməz. Allah səbri versin. Allah nəvələrin, gül nəvələrin xeyrin görür. Sənə qismət eləsin. Toyun eləyəsən, oxtasan, nə varacaq. Allah səbrindən belə bir şey. Allah yerlərini cənnət eləsin. Şəhidlərimizin. Söyle. Sen de sorun. Allah ayrı olasın. Cennet olsun cem şehitten. Böyle hamsi kahraman. Yerler cennet olsun. Her bir imza başlar. Orhan mənə belə deyir. Sən öpüşdün. Yanımdasan. Allah bize Respublikamızın şehitlerine rahmet eylesin. 11'de. Bak onlar bizden de artık 2 defa yani. Azerbaycan'da 100'den artık yani diyor ki ailenin tek oğlu. Şimdi Allah'a şükür bunların kızları var. Tek oğullar şahit oldu. Benim benim oğlumla Vahit şu vardı. Yavuz'a gelir, buraya gelmişti. Bir zıtın oğlu vardı. Bakı'da yaşayan mesela diyor ki. Neler de var. Bak ona göre de bu dert böyle olsa ancak biz şehitlerimizle şart edilir ki bizim şehitlerimiz Ben de müəllim o demək. Bitirmiş vətən torpaqların Baba geri qardaşım bəlkə də şeydə başa düşürük ki, bu evlad mən də itirmişəm, sən də itirmişsən, o da itirmiş. Hamımız bir-birimizi gözəl başa düşmək. Özü o sözün deyilişində quraqdan baxın deyər ki, bu nə tər sözdür. Yəni mən ona görə hammalıya gidiyorum. Kardeşler kim söz demək istəyirsə buyursun. Bizler bir derler ki falan kes yapsın, falan kes yapsın. İcazə verin mən şey. Buyur. Komandir başta sen çok konuşun görmeliyiz. Sübhan qardaş Allah rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Bu 5 ildə bu 500-dən yuxarı tədbirlər keçirildi Şamaxıda. Bu tədbirlərin heç birində mən rast gəlmədim ki, bu şəhidlərimizin qəhrəmanlığından danışılır. Şəhidlərimizin döyüş yolundan danışılır. Ancaq burada müəllimlər təriflənir, kimlər təriflənib, çol dibində gizlənənlər təriflənib. Bu şəhidlərimizin döyüş yolundan burada bir kəlmə, bu aparıcılar da deyirlər, ağsaqqallar deyir, burada danışmırlar. Nə də danışana imkan verirlər danışmağa. Görə irəlcədən hazırlanan da o mütləq şəkildə Bəli, o burada şəhid ancaq barədə hamı gözün qabağında hazırlanmalıdır. olur. Mən Sübhanında döyüş yolu yaxşı bilirəm. Rəhmətli Zöhrəbində döyüş yolunu yaxşı bilirəm. Mən onun döyüş yolunu öyrənəndə Sübhanələ xəbəri yox idi ki, balasılardı. Hətta Sübhan qarşı 3 nəfər götürübən gedmişəm, onun nərsini çıxartmağa oradan, bizi bıraxmadılar. Götürə bilmirdilər. Getdik ki, götürə bilmişsiniz, bizi bıraxın, gedək götürək.
o yollar da yaxşı tanıyırıq, o döyüşü də görmüşük, o yeri də yaxşı tanıyırıq ki, harda şəhid olub, nə tər götürmələrdir. Allah bütün şəhidlərimizə rəhmət olsun. Gəlin bundan sonra yığıncaqlarda bu şəhidlərimizi ziyarət ediləndə bunların döyüş yolundan başlanır. Nə tər ki, bu günləri başladı, müəllim sağ olsun. Başladı. Birinci dəfə idi, bu 5 ildə birinci dəfə idi ki, bana sual verildi ki, sən balon haqqında bu şeyləri danış, bu xatirələri danış, döyüş yolunu danış. O burada bu uşaqların döyüş yolunu bilənlər danışsın. Vallahi o döyüş yolu, bunların döyüş yolundan xəbəri olmayanda bu şəhid atalarından gedmiş söhbət. Onlar da yaxşı bilir, hamısı eşidib, döyüş əsgərlərdən, yoldaşlarından ki, balalar nətər döyüşüb, nətər şəhid olub, hamısı yaxşı bilir. Ora gedən hamısı döyüşçüdür. Ancaq çoğu dibində gizlənənlər, mən ömrü boyu döyüşçü deyirəm. Çoğu dibində gizlənənlərə bu günləri burada müəllim deyib gətirib qabağa çəkirlər. Müharibə başlayanda biz də getmişik. İlk günündə getmişik, Supan da gedib, mən də getmişim. Heç hələ döyüşə hazırlaşırdı, mən Tatriyədən təşərrüf almışam, döyüş bölgəsində, Supandan biliyordum. Biz döyüşə gedəndə o müəllimlər burada gəlib, bu günlər gəlib müəllim kimi özlərini göstərənlər, bayaqamatda oturub qohumların, nə bilim, qohumların adlarını çıxardırdılar siyahıdan. Mən onların hamısını şahid olmuşam. O uşaqları mən aparmışam Qarabağa. Sağ olun. Gəlin bunların bundan sonra döyüş yollarından danışaq oyun. Cəsurluğundan danışaq oyun. Nə bilim, nə tər oxuyub, nə tər döyüşüb, nə tər vuruşub, nə tər şəhid, ondan danışaq oyun. Yoxsa üzr istəyirəm, başında nəsə düz danışmadım. Yox, düz deyirsən. Özü xüsusi hazırlıq olmalıdır ki, o şəhid Zöhrə qardaş bütün yerini cənnət eləsin. Allah cəmi bax, valideynlərsin, hamımız Allah səbir gözün versin. Sallarınızın yeri cənnət olsun. Allah ne demek? Allah yerden bir daha verir. Bütün şəhidlərimizin cənnət etsin. Əmilər, dayılar, hamımıza ömrümdə birinci səfər kimi söz deyirəm. Bir şey ancaq bilin ki, alınan torpaqlarda verilən əzandan, qılınan namazlardan gələn suvab sizin sağ çininizə yazılır. Çünki o torpaqların alınmasında sizin evlatlarınız iştirak edir. Bir şey də bilin ki, şəhid tankla, topla, qılıncla, nə ilə şəhid olsa, onlar ağrını hiss eləmirlər. Ürəyinizi sakit saxlayın. Allah hamımızın balalarına rəhmət etsin. Allah hamımızın köməyini. burada bir iş də var ki, həriyə biraz qıt eləyir, birinin kim bol eləyir, şey eləyir. Ölüm də fərqlidir. Bu hamımız yaxşı bilirik ki, fərqlidir. Elhamdülillah ki, şükürlər olsun ki, bunlar şəhid deyil, öz məqamları yüksək məqamdadılar. Yəni ki, adam var baxıb görürsən ki, elə çox belə dəyərli qardaşdır, özü gəlir, qurban olduğum elə bir ucuz ölüm şey eləyir ki, baxırsan deyirsən ki, hafı oğlandan ki, o ölümün qurbanı oldu. Ona görə də şəhidlərin zirvədədirlər, onlar da ki, yenə Allah bir daha məqamların daha da uca eləsin. O qardaş gözəl söz dedi. Dediği söz, yəni dünya malı ilə ölçüləsi bir şey deyil. Quranda da neçə yerdə də ayə o haqda enib ki, siz Allah yolunda qətl olunanlara ölü deməyin. Onlar həqiqətdə diridir, lakin siz bunu anlamırsınız. Onlar öldücü zaman ağrı acı hiss eləmir. Qardaşım gözəl söz işlətdi. Onların ölümü ilə adi ölümü siz bir götürmür. Yəni belə danışanda biraz adam qıdırğanır sözü deməyə. Bəzən adama görürsən dediyi söz dəqiqliyi ilə çatmır. Amma bu qardaşım ölürlər ki, o görüb o şeyi, onun da ürəyində bir ağrı hissi olduğuna görə o sözü deyir. O özü, yəni şəhidliyin mərtəbəsi, şəhidliyin ölümü, o eyni adi bir ölümdür. Onların ölümü o qardaşım demişkən, onlar ağrı acı hiss eləmir. Onların o son müəyyində o getdiyi vaxtı, onlar elə bir şey görürlər ki, bəzi adamlar görsən deyir də elə bir hərəkət, elə bir mimika üzündə, elə bir hansısa işarə verir ki, o şey, yəni biz qavraya bilmirik. Yəni onun elədir ki, biz qavraya bilmirik. Onda qalmış Allahın buyurduğu, Quranda, müqəddəs Quranda buyurduğu ki, yəni biz o anlaya bilmərik. Özü biz dəqiq bilək ki, şəhidlik elə belə adi ölümdür ki, şəhidlik çox böyük mərtəbədir. Allah bizə də şəhid olmasa da onların
yan yöresinde inşallah Məqamına bir uyğun yerdə məqamlarla qərarlaşdırsın. uyğun bizim de yaşamağımız olar. Yani onlara layık ata kimi yaşamağımız lazımdır. En Kardeşler azından. bizim o 43 şehrimizin 13'ü Sudoşan şehri. Bu yakınlarda bizim orada turumuz var. Şehir aileleri hansı ki Sudoşan'da. Ben dün yok sırayla yine icrada oldum. Parçalarını iki gün tezleştirin dediler halini onun ne kadar olacak. Gelen uşaqlarımızın vuruşduğu yerleri görək. Onların canların verdiği o torpaqları görək. Və heç olmasa biraz təsəlli tapar. Mən bilirəm ki, onun hərbi hissəsi nömrəsini demirəm. 763 tane şəhər verir. Bu elə belə deyil. Bir hərbi hissədən 1500 tane. Hərbi hissənin yarısı vətən Bir hərbi hissə torpağında var ki, bağlanır. məsələn beləsi canların qurban verir. Ona görə də bu uşaqlar orada saqqalanlar da, orada yaralananlar da, orada şəhid olanlar da hamısı qəhrəmandır. Və biz özümüzə borc bilməliyik ki, şəhidlərə borcluyuz. Bu bir. Bütün millət bilməlidir ki, şəhid ailələrinə borcludur. Ha, Fransada gözəl bir iş vardı orta əsrlərdə. Adicə bir qadın keçənlər. Əgər gördün şilyapalarını çıxardıb tənzim edirdilər. Şəhid ailələrinin mən dəfələrlə deyirəm ki, bir döş nişanı olmalıydı ki, qıraqçı görəndə görsün ki, bu şəhid ailəsidir. Özünün hörmətin bildirməkdən ötürü. Nə bilsinlər mən şəhid atasıyam ya və digər bir şəhid anasıdır kimsə. Ona görə də bu işi biz tələb eləməliyik. Lazım olub Dövlətdən- göndərməliyik ki, şəhid ailəsi döş nişansı yaradılsın və şəhid... Nədir 11'e 20 köpük 10 köpük? Hətta Ancaq bilinməlidir ayrı ki, nişan o olandan sonra bacılarımız Her bilen bir dövlət- görsen nişan ki, olmalıdır. uşaqlarımızın şəkilini hamısını sıralarında gəzdirir, özləri düzəltdiriblər, ya medalyon düzəltdiriblər. Bunlar artıq şeydir. Dövlət tərəfindən bir döş nişanı təsis olunsa, o şəhid ailələrinə verilsə, onda daha məqsəd O uyğun olar. şəkilləri bilmirəm, belə yerə gələndə yenə taxsınları özü harasa gedib mən şəhid ailəsiyəm deyəndə adam özü nə qədər xəcalət Yox, indi çəkir. Yox, o ayrı Şey nişan olan olsa, da nişan, o fərqli bilsə, nişan istər olur. istəməz adam O nişanı ehtiyac görən yoxdur kimi- deməyəcək. O görən kimi biləcək ki, bu şəhid ailəsi. Var. Şəhid anasıdır ya şəhid atası. Sülhan qardaş, bir daha Allah balamıza rəhmət eləsin. Burada yatan xiyabanda bütün şəhidlərə rəhmət eləsin. Hamısı bizim balalarımızdır. İndi bunun tədbiridir. Biz bunun haqqında danışmalıyıq. O birilər də hamısı ürəyimizdə özlərinin yeri var. Canan yoldaşlara minnətdarlıq edirəm ki, Heç şəhidə bir ehtiyac qiymət yoxdur. Bizim borcumuz. Şübhana qiymət verib bura gəlirlər. Məsələn, deyək ki, məsələn, kəsdiyi çörəyə 5 ildə artıq biz qardaş qalmız. Sülhan ona özü də görə- dəcərli qardaşdır. İndi hamısı da gəlirdi şəhid Əlbəttə, ataları hamısı məsələn. dəcərlidir. Ha, bir sözlə minnətdarlığımı bildirirəm. Sağ olun. Allah rəhmət eləsin bütün şəhidlərə. Xahiş edirəm bu dəfə siz buradan gedəndə bir dənə dua verin gedər. Bəlkə kimiz müdafiələrlə dedim. Burada söz kesen yok değil mi? Arkadaşlardan kim danışmak istiyor danışsın. Kim istiyor da olsun. Maşallah. Allah rəhmət eləsin. Allah məkanların cənnət eləsin. Ticaretten sonra gelir evimize. Görürsən. Amin. Allah razı olsun.